Vətənimə layla çalan musiqi, bizi birləşdirən mədəniyyət. Azərbaycan Dövlət Akademik Filarmoniyası səhnəsində Fikrət Əmirov 1-ci Ümumrespublika Musiqi Festivalının təntənəli açılış mərasimi keçirildi. Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun adını daşıyan Gəncə Dövlət Filarmoniyası bu il 90 illik yubileyini qeyd edir. Bu münasibətlə keçirilən 1-ci Ümumrespublika Musiqi Festivalının təntənəli açılış mərasimi tamaşaçılarda xoş ovqat yaratdı. Gecədə Fikrət Əmirov adına Göygöl Dövlət Mahnı və Rəqs Ansamblının ifasında bəstəkarın əsərləri səsləndirildi. Bu festivalın keçirilməsi də heç təsadüfi deyil, çünki Gəncə Dövlət Filarmoniyasının bu il 90 illik yubileyidir. Bu festival çərçivəsində bir çox bizim musiqi ocağımızda bəstəkarın müxtəlif janrda yazdığı nümunələr səslənəcək. Göygöl Ansamblının 90 illik yubiley ərəfəsində və eyni zamanda bu kollektivin də 55 illik yubileyi, belə desək, bayram-bayrama qatışıb. Martın 9-na kimi davam edəcək festival çərçivəsində Fikrət Əmirovun Sevil operası, Min bir gecə baleti də təqdim olunacaq. Bundan başqa Gəncənin döyünən ürək kitabının və filminin də təqdimatı planlaşdırılır. Həmçinin Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə musiqi ruhu adlanan gecənin, eləcə də kamera musiqi axşamının keçirilməsi nəzərdə tutulur. Oruc Ələsgərov, Mədəniyyət xəbərləri.